Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qumar bəhsindən 7-ci dərsi oxuyuruq. Keçən dərsimizdə bəhs burada idi ki, əgər qeyri qumar alətləri ilə bir oyun oynanılsa, bu haramdır, yoxsa haram deyil. Və bu barədə biz kifayət qədər bəhs elədik və eyni zamanda rivayətlər də nəql olundu. Və mərhum Şeyx Murtəza Ənsari buyurur və mə hazihir rivayat-ı-zahirə bəl-sərihə fit-təhrim el-muəttəzətu bid-də'və ədəmül xilaf fil-hükm kəma təqəddəmə fəqəd istəzhərə bəzu məşayixənəl müasirin ixtisasul hurmə bima kanə bi alatil muəddətu lil-qimar. Mərhum Şeyx buyurur, biz bu barədə neçə dənə rivayət oxuduq və o rivayətlərin zahiri bildirdi ki, əgər qeyri qumar alətləri ilə bir oyun oynanılsa, haramdır. Bəli, sərih və təhrim. Bəlkə də bəzi rivayətlərin zahiri tək yox, bəlkə aşikar edilir ki, belə bir alətlərlə bir oyun oynanılsa, yenə də haramdır. Və eyni zamanda bu rivayətlərinin zahiri və sərahəti ilə belə Əllamə Bəhrül-Ulum bir dava iddia elədi ki, ümumiyyətlə bu hökmdə ixtilaf yoxdur. Yəni, hamı deyir ki, belə bir oyun haramdır. Buyurur, bu iddia da olunur, bu rivayətlərin zahiri və sərahətidən belə biraz da bu məsələ möhkəmləşir. Mərhum Şeyx buyurur, baxmayaraq bəzi rivayətlərin zahiri, bəzi rivayətlərin sərahəti və eyni zamanda Əllamə Bəhrül-Ulumun belə bir iddiası ki, hamısı bunlar dəlalət eləyir ki, qeyri qumar alətləri ilə belə bir oyun oynanılsa, bu iş haramdır. Fəqət istəzhərə bəzu məşayixənəl müasirin. Deyir, bunlara baxmayaraq, bizim bəzi müasirimiz və bizim ustadlarımızdan olan mərhum sahibi Cəvahir, o bəzi məşayixənəl müasirin çox vaxt şeyx işlədəndə bu ifadəni, məqsədi sahibi Cəvahirdir. Buyurur, sahibi Cəvahir buyurub, ixtisasul hurmə bima kanə bi alatil muəddətu lil-qimar. O deyibdir ki, hürmət, haram, məxsusdur o surətə ki, o oyuna ki, əgər orada qumar üçün hesaplanan alətlərlə oynanılsa, qeyri qumar aləti ilə oynanılsa, hürmət yoxdur, haramlıq yoxdur.
Mərhum şeyx buyurur, bu qədər rivayətin sərahəti, zahiri, uləmanın iddiasına baxmayaraq, sahibi Cəvahir belə deyibdir. Deyib, əgər qumar alətləri ilə oynanılsa, yəni onda haram olar. Qeyri qumar alətləri ilə oynanılsa, onda haram deyil. Və əmmə mutlaqir rihan vəl-müğaləbə. Hələ bu sahibi Cəvahirin sözüdür, nəql eləyir. Buyurur, sahibi Cəvahir buyurur. Amma mutlaqir rihan vəl-müğaləbə. Amma bu oyunda qərar verilən rihan, yəni əvəz, o pul vəl-müğaləbə və bunların aralarında, iki nəfərin arasında birinin qalib olub, birinin məğlub olmalığı, beğeyriha. Beğeyriha, yəni qeyri alat-ı muaddəlil qumar. Yəni qeyri qumar alətləri ilə fəleysə fihi illa fəsadəl muamələ. Buyurub ki, orada yalnız və yalnız muamələnin, yəni bunların aralarında təyin elədiyi o pul, o əvəz, biri qalib, biri məğlub olmağı, bu sadəcə bunların bu muamələri, bunların bu elədiyi bu alver, bunların bu elədikləri, bu iş fasiddir. Yəni, qabaqda dedik, hökmü təklifi var, hökmü vəzi var. Yəni, bunların hökmü vəzisi yoxdur, batildir. Hökmü təklifi yoxdur. Yəni, bu iş haram deyil, qeyri qumar aləti ilə oynanılsa. Amma o pulu ki, qərar veriblər aralarında ki, qalib onu udsun, məğlub onu versin, sadəcə qalib, qələbə çalan o pulu yiyə bilməz. Yəni, buna deyirlər, hökmü vəzisi batildir, hökmü təklifisi hürmət deyil. Və ədəmu təməllükür rahin. Burada bu rahin malik ola bilmir. Yəni, o pulu udan adam o pula malik ola bilmir. Fəyəhrumu təsərruf fihi. Haramdır ki, gəlsin o pulda, o əvəzdə təsərruf eləsin, istifadə eləsin. Nəyə görə? Ləənnəhu əklu malin bil batil. Çünki batil yolla burada pul yeməkdir. Yəni, Allahın icazə vermədiyi bir yolla pul yeməkdir. Və la mə'siyyətə mən fəqəza cəhətəl əməl kəma fil qimar. Amma bu şəxs ki, bu oyunu oynayıbdır, bu günah eləməyibdir. Yəni, qumarda, qumar alətləri ilə necə oynasaydı, orada həm hökmü təklifi, həm hökmü vəzi haramıdır, batilidir. Yəni, o iş əvvəldən icazəli deyildi bu cəhətə, bu əmələ görə. Amma burada qeyri qumar alətləri ilə oynanılsa bu oyun, bu şəxs bu oyun baxımından haram iş görməyibdir. Və lakin orada o pul ki, qərar verilib bunların aralarında, qalib o pulu götürə bilməz. O pul ona haramdır. Buna deyirlər, hökmü vəzisi batildir, amma hökmü təklifisi yoxdur, hürmət deyil. Bəl, sahibi Cəvahir hələ sözün davam eləyib. Yəni, şeyx onun sözünü nəql edir. Bəllov əxəzəhuna ər-rəhnə bi-ünvanil vəfa bil-əhd. Bəlkə bu qalib olan şəxs, əgər o rəhni əxz eləsə, rəhən dəfələrlə demişik, bu iki nəfərin arasında qərar verilən o ivəz, o pul. Əgər bu rəhni götürsə, bi-ünvanil vəfa bil-əhd. Bu ünvanla ki, mən əhdə vəfa eləmişəm. Yəni, əvvəl bu adamla mən söhbət eləmişəm ki, əgər mən qalib olsam,
bu pulu mən götürərəm, sən qalib olsan, sən götürərsən. İndi də mən qalib olmuşam, bu əhdə vəfa eləyirəm. Deyir, əgər bu ünvanla bu qalib bu pulu götürürsə, əlləzi huvə nəzrun, yəni bu əhd ki, elə bil nəzirdir. La kəffarətəlləh. Amma bu bir nəzr ki, kəffarəsi yoxdur. Çünki həmişə bir nəfər nəzr eləsə, nəzrə müxalif eləsə, kəffara gələr boynuna. Bu elə bil zahirdə bir nəzirdir, kəffarəsi yoxdur. Mətibi nəfs minəl bazil. Eyni zamanda bu pulu verən adam da, bu məğlub ki bu pulu verir, öz ürəyi ilə, öz istədiyi ilə bu pulu verir. La bi ünvani ennel muqamərə məzkurə avcəbətəhu və əlzəmətəhu. Nəinki bu qalib bu pulu götürür ki, mən burada qumar oynamışam, bu zikr elədiyimiz bu qumarı oynamışam və bu qumar bu pulu lazım və vacib eləyibdir. Bu ünvanla yox, bəlkə bu ünvanla, bu fikirlə ki, mən əvvəldən burada əhd eləmişəm, söz demişəm, o sözün hesabı ilə, o əhdin hesabı ilə bu pulu mən götürürəm. Əmkənəl qovlə bi cəvazihi. Sahibi Cəvahir buyurur ki, əgər belə bir iş görsə, mümkündür, deyək ki, bu icazəlidir. Ona görə deyir, bəlləv əxəzəhuna ər-rihan bi ünvanil vəfa bil əhd, əmkənəl qovlə bi cəvazihi. İmkanı var ki, biz bu rəyi deyək ki, bu icazəlidir və bu pulu da götürə bilər. Bura qədər bu sahibi Cəvahirin sözüdür ki, bu məsələdə mərhum Şeyx Murtəza Ənsari bunu gətirir və onun sözünü nəql eləyir. Və Şeyx Ənsari buyurur ki, vəqəd ərəfdə minəl əxbar. Axı sən bu rivayətləri, bu xəbərlərin hamısını oxudun, bildin. İtlaqul qimar əleyh. Belə bir oyuna qumar deyilir. Sahibi Cəvahir necə bu sözləri deyir? Axı sən rivayətlərdə gördün ki, belə bir oyuna qumar deyilir. Və kavnuhu mucibən lillən əl-məlaikə və tənəffurihim. Və rivayətlərdə gördün ki, rivayətlər deyir ki, belə bir oyunu oynayan adama mələklər lənət deyir. Və mələklər ondan, o şəxsdən acığı gəlir. Və ənəhu minəl məysir əl-məqrum bil-xəmr. Və rivayətlərdə və ayədən gördün ki, buna qumar deyilir, bu məysirdir. Bu özüdür ki, xəmrə də yaxındır. İnnəməl xəmr vəl-məysir vəl-ənsab ki, ayə oxuduq. Ki, bu ayədə də xəmrə yaxın olan, yəni araq içməkliyə, araq içməkli necə haramdır, bu da ona yaxındır, ayədədir. Bunları sən hamısını bildin və oxudun. Necə gəlib sahibi Cəvahir deyir ki, bəli, bu yollarla hətta bu əvəzi almaq da, bu pulu almaq da icazəlidir. Ki, mərhum Şeyx Murtəza Ənsari etiraz eləyir sahibi Cəvahirə ki, o bu rəyləri, bu fikirləri deyibdir, onlar düz deyil. Hələ yenə də öz etirazları var. İnşallah gələn dərsimizdə yenə də mərhum Şeyx Murtəza Ənsarinin sahibi Cəvahirə etirazlarını oxuyarıq. Elhamdülillah Rabbil aləmin.